Ermənistanın Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nəticəsində törədilmiş qətliam zamanı kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib. 32 nəfər qətlə yetirilib. 8 nəfər 90-100 yaşlı qoca, 2 az yaşlı uşaq, 7 qadın diri-diri yandırılıb. Eyni zamanda tarixi, mədəni və dini obyektlər dağıdılıb. Azərbaycanın mədəni irsinə aid əsərlər məhv edilib. Beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarının kobud pozulması ilə törədilən Ağdaban qətliamına beynəlxalq səviyyədə hüquqi qiymət hələ də verilməyib. İnsanlıq tarixində qara ləkə olaraq qalıb.